Dostlar, sağlam şəkildə gördüyünüz məsələ haqqında danışan elektrik tutumları S1 böyük S2 böyük S3 olan üç kondensator sxemdə göstərildiyi kimi birləşdirilərək sabit gərginlik mənbəyinə qoşulmuşdur. Kondensatorların gərginlikləri arasında hansı münasibət doğru olduğu bizdən soruşulur. Sxemə baxdıqda ilk olaraq görə bilərik ki, S1 və S2 kondensatorlar bir-birinə paralel birləşmişdir və bu da onlarda olan gərginliklərin bir-birinə bərabər olması deməkdir. Çünki paralel birləşmədə gərginlik sabitdir. Və biz S2 və S3 kondensatorların gərginliklərini müqayisə etmək istəsək, S bərabər Q bölünmüş O ifadəsindən S və U-nun bir-birinə tərs aslı olduğunu görə bilərik. S2 böyük S3 olduğuna görə təbii ki U2 kiçik U3 olacaq. Çünki burada tərs mütənasib aslıdır. Demək U1 bərabər U2 onlar da kiçik olacaq U3-dən. Doğru cavab A variantı olacaq. Bu videoları görmək istəyirsənsə səhifəmi takip edə bilərsən.